Herkese salam, yeni videoma xoş gəlmisiniz. Bu dəfə sizlərə ləzgi mətbəxindən üzəri xırçıltılı, içərisi yumşaq, çox dadlı, ləzzətli chicken resepti bölüşürəm. İndi isə keçək hazırlanma qaydasına. Qaba 4 stəkan ələnmiş un əlavə edirəm. Üzərinə 1 çay qaşığı duz əlavə edib qarışdırıram. Daha sonra içərisinə 1 ədəd bütöv yumurta əlavə edirəm. İstifadə edəcəyimiz suyun 1 hissəsini əlavə edib qaşıqla biraz qarışdırıram. Daha sonra isə qalan suyu hissə-hissə əlavə edib qarışdırıram. Ümumilikdə bu xəmirdə mən 1 stəkan yarımdan biraz çox su istifadə etdim. Onlar fərqli olduğuna görə ehtiyac olduqda əlavə edərək orta yumşaqlıqda xəmir hazırlayıram. Siz isə bir neçə saniyənizi ayırıb videomu bəyənsəz, kanalıma abunə deyilsinizsə abunə olsanız çox sevinərəm. Videomu nə qədər çox bəyənmə gəlsə, o qədər çox insanın qarşısına çıxar. Dəstək olan hər kəsə təşəkkür edirəm. Xəmirimiz hazır olur. Üzərini örtüb otaq temperaturunda dincəlməyə qoyuram və içliyi hazırlayıram. İçlik üçün 2 ədəd orta ölçülü soğan, 1 ədəd iri ölçülü kartof və 400 qram qiymə götürmüşəm. Soğanları gördüyünüz kimi xırda-xırda doğrayıram. Qiymə olaraq isə dana ətindən istifadə edirəm. Orta yağlılıqda. Siz istəsəniz qoyun ətindən və yaxud da 2 ətin qarışığından da istifadə edə bilərsiniz. Tavaya əlavə edirəm. Yağsız tavaya kürotda qarışdıraraq soğanla əti bir qədər qovururam. Əslində bu reseptdə ətlər və soğanlar qovurulmur. Hər biri qarışdırılıb əlavə edilir. Lakin mən şübhə ilə yanaşdım. Necə olar bilmədim. Ona görə də qərara gəldim ki, bir qədər qovurum. Tam bişirmirəm bu arada. Və sonda əlavə edəcəyimiz kartofları da xırda-xırda doğrayıram. Bacardığınız qədər nazik doğrayın. Qovurduğumuz qiymənin üzərinə duz və istiot əlavə edirik. Qarışdırırıq və altını söndürüb içərisinə doğradığım kartofları əlavə edirəm. Kartoflarla da bir qədər qarışdırırıq. Kartofları qətiyyən bişirmirik. Sadəcə olaraq altını söndürüb əlavə edirik. İçliyimizi soyumağa qoyuruq. Tam soyumalıdır. Dincəlmiş xəmiri dəzgahın üzərinə un səpərək 2 hissəyə ayırıram. Bir hissəsini böyük, digər hissəsini isə ondan nisbətən kiçik götürüb kündə hazırlayıram və kündəni də üzərini örtüb 5-10 dəqiqə dincəlməyə qoyuram ki, yaymaq rahat olsun. Dincəldikdən sonra isə üzərinə və altına bir qədər un səpərək yaymağa başlayıram. Bacardığınız qədər nazik yayın. Nə qədər nazik yaysaq, o qədər xırçıltılı və gözəl alınar. Və mənə maraqlıdır bu yeməyi hazırlayan xanımlar. Əgər videomu izləyirsinizsə, şərhlərdə mütləq yazarsınız. Bu yeməyi içərisində çiğ istifadə etmisinizmi? Ümumilikdə dadı necə olur? Çiğ olanda mənə çox maraqlıdır. Təcrübələrinizi bizimlə bölüşsəz şad olarıq. Və yaydıqdan sonra kərə yağı ilə hər tərəfini yağlayıram. Yağı mütləq əritmək lazımdır. Ərdilmiş yağla bərabər şəkildə fırça ilə yayıram və bu şəkildə bükürəm. Və bükdüyüm hissəni də biraz yağlayıb gördüyünüz kimi ortasından fırladıb belə bükürəm və qoyuram otaq temperaturunda qalsın, biraz dincəlsin. Digər kündəni də eyni qayda ilə yayıram. Və onu da birinci kündə kimi eyni şəkildə büküb bir kənara qoyuram. Bu arada mən diametri 32 sm olan belə bir tava istifadə etdim. Tavanın ölçüsündən bir qədər böyük olmaqla ilk hazırladığımız böyük kündəni yayıram. Və yaydığımız kündəni götürüb
tavamızın içərisinə bu şəkildə yerləşdiririk. Tavamızın da altını bir qədər yağlamışıq. Və tam soyumuş içliyi xəmirin ortasından başlayaraq içərisinə boşaldıram və bərabər şəkildə hər tərəfinə yayıram. Və üzəri üçün ayırdığımız hissəni də bu şəkildə yayıram. Tavanın üstünə uyğun gələcək şəkildə yaymağa çalışıram. Yayıb hazır edirəm və onu da içliyimizin üzərindən bu şəkildə qoyuram. Qoyduqdan sonra indi qoyduğumuz xəmiri əvvəl qoyduğumuz xəmirin kənarları ilə birləşdiririk və bükürük. Sıx bükmək lazımdır ki, bişərkən açılmasın. Və üzərinə çəngəllə dəliklər açıram. Sobamızı artıq isitmişəm və üzərinə bir qədər yağ əlavə edib yayıram. 180 dərəcəlik sobada alt-üst rejimdə üzəri qızarıb, içərisi tam bişənə qədər 1 saat müddətində bişiririk. Və sobamızdan yeməyimizi artıq çıxardım, pişdi. Çıxan kimi də üzərini və kənarlarını yağlayıram kərə yağı ilə. Yeməyimiz artıq hazırdır. İlk istisi çıxandan sonra isə kəsib servis edə bilərsiniz. İnanılmaz dadlı oldu. Mən hazırlayarkən bu qədər dadlı olacağını düşünməmişdim. Tez bir zamanda yeyildi və bitdi. Siz də mütləq hazırlayın. Ailəniz bu yeməyi çox sevəcək. Həm dadlı, həm doyumlu, bərəkətli, çox ləzzətli bir yeməkdir. Mütləq bu resepti sınayın və nəticələri mənimlə bölüşməyi unutmayın. Məni Aysel Mətbəxdə TikTok hesabından və Aysel Ləzzət Tortları Instagram hesabından da izləməyi unutmayın. Burada yeməyimizin dadına baxırıq. Çox dadlı olmuşdu həqiqətən də. Yeyən hər kəs çox bəyəndi. Kartofu çox gözəl bişib, əti pambıq kimi, xəmiri qat-qat, xırçıltılı, içərisi yumuşaq. Siz də mütləq bu reseptlə hazırlayın.